Bəzi hədislərə əsasən Allahın 99 ismi var. 99-u daha məşhurdur. Allahın həmin o gözəl isimlərini açaq, oxuyaq, onların mənasına baxaq, görək nədir. Və bunu biləndən sonra hacətimiz də olanda Allahı həmin o hacətimizə uyğun olan adı ilə çağırıb istəklərimizi dilə gətirə bilərik. Məsələn, Allahın bir adı Rəzzaqdır, yəni ruzi verən. Bir adı Alimdir, yəni bilən, hər bir şeyi biləndir. Bir adı Kərimdir, bol-bol bəxş eləyən. Ona görə də əgər bir nəfərin ruzi məsələsində problemi varsa, Allahı həmin o Rəzzaq sifəti ilə çağırıb istəməlidir. Allahdan elm istəyirsən, alim adından elm istə. Bu adla Allahı çağır, elm istə. İstəyirsən ki, Allah sənə ikram eləsin, bol-bol ruzilər göndərsin, Kərim adı ilə çağır.